İlham Əliyev deyir ki, Elçi bəy nə bilim nə kalpasa çörək yedi, amma kalpasa çörək yiyəni gətirib evinə milyonçu eləyib, milyarder eləyib, bütün ordunun pulunu kəsib Alyona'nın atasına veribdi. Gəlin baxaq. Sual vermək olar, ölkədə demokratiyanın durumu ilə bağlı. Mənim adım Emin Hüseynovdur, jurnalistlər. Qadın paltarında səfirlikdə gizlənən insan sizsiz. Sizə can sağlığı arzulayır. Gördün, sizə can sağlığı arzulayıram. Bu nə deməkdir ki, ehtiyatlı ol, haradasa səni öldürəcəyik. Neysə, baxaq dalına. Mənə çox qəzəblidir. Çünki tarixdə bu ailəni belə biabır edən heç kim olmayıb. Mehriban Əliyeva özünü idarə edə bilmir. Mehriban Əliyeva hirsindən partlayır. Bilirsiniz niyə? Çünki Bala Heydər Odessa klublarının kraliçası Alyona ilə evlənəndə bu cütlüyə qarşı çıxan məhz Mehriban Əliyeva idi. Mehriban Alyonanı istəmirdi. Amma məcbur qalıb qəbul elədi. Zəhləsi gedən gəlinini sifətdən özünü oxşatmağa çalışdı ki, bəlkə oğluna yaraşdıra. Amma Mehman Hüseynov gəlib fağını dağıtdı. Hə, Aylin Ağayev, görürsənmi? Sənin bir səhvin İlham Əliyevə nə qədər baha başa gəlir. İlham Əliyev, mən səni birdən-birə tam rəzil günə qoymaq istəmirəm. Mən istəyirəm ki, sənin necə əzab çəkdiyini, necə köpdüyünü, necə bədbəxt olduğunu aram-aram görüm. Sən ayaqlarsız. Düşünmüşdün ki, Mehman Hüseynovun yatağını çəkib, sonradan məni şantaj edəcəksən və məni susturacaqsan. Sən ayaqmaq. Elə bilirdin ki, mənim şəxsi videolarımı atama göstərəcəksən və mən sənin dediklərini edəcəm. Yanlış adama ilişdin. Ay İlham Əliyev. O görmür. O, bizim gözlərimiz də onu görməlidir. Hər zaman mənim gözümün önündə onlar idi. Hörmətli izləyicilər, yaxın oturun. Bugün biz İlham Əliyevin evinə gətirdiyi Alyona Əliyevanı daha yaxından tanıyacağıq. Bugün ilk dəfə hər kəs Alyona Əliyevanın səsini eşidəcək. Alyona bir zamanlar Odessada 2-3 qızla birlikdə ev kiraya götürmüşdü. Həmin evdə onların hansı işlərlə məşğul olduqlarına dair görüntülər məndə var. O vaxt Alyona hansı qiymətə çıxırdı, kimlərlə görüşürdü? İstəsəniz hamısını deyə bilərəm. Bəli, Odessa kişilərin qucağından düşmüş bu xanım hazırda Bala Heydərlə evlidir və bu ölkədə mühüm mövqe tutmaq istəyir. İndi isə videoya baxaq. Mujiki, kalyan Deniz. Марта. Пупсик. Что за блюдо вы готовите? Не передает аромат камера. Аромат фантастический. Это печень трески и яйцо. Черт. Mujiki, kalyan Deniz. Eşitdinizmi? İlham Əliyevin gəlini Alyona Əliyeva burada nə deyir? O deyir ki, narkotik istəyir, kişiləri istəyir, qəlyan və denizi istəyir. Bəli, Alyona Əliyeva kişilərdən çox narkotika meyilli idi. Videoda adı çəkilən Deniz isə onunla münasibətdə olan və Alyonanı narkotik ilə təmin edən şəxsdir. Onların birlikdə fotoları da məndə var. Alyona Əliyevanın Deniz ilə çəkilmiş, gözləri qızarmış, maddələrin təsiri altında olduğu görüntüləri mövcuddur. Görürsünüzmü? Ailə dəyərlərindən dəm vuran İlham Əliyevin öz ailə üzvləri hansı vəziyyətdədir? Bir ata niyə xəstə övladını bu vəziyyətə salır? Görürsünüzmü? İlham Əliyev bizə kimi soxuşturmaq istəyir? Bəli, ay İlham Əliyev. Deməli, az sonra gerisini verəcəm və Heydər Əliyev 2 dəfə intihara cəhd eləyibdi. Kişilik damarı tutubdu, nədirsə, nədir, 2 dəfə intihara cəhd eləyibdi. Narkotika meyilli, qeyri-qanuni şəkildə Azərbaycan vətəndaşlığını alan, bizim haqqımızı yeyib bahalı geyimlərdə şellənən birini ölkənin başına gətirmək istəyirsənsə, zəhmət çəkib utanacaqsan. Məndə Alyonanın bütün görüntüləri var. İlham Əliyevin ağlına belə gəlməyəcək videolarda mövcuddur. Sabah İlham Əliyev çıxıb desə ki, gəlinim zarafat edirdi, narkotiklə heç bir əlaqəsi yoxdur. Odessada pul qarşılığında heç kimlə görüşməyib, mən onu diz üstünə qoyaram. Duxu var, gəlib bunu desin. Mehman bilirsiniz ki, zarafat etmir. Bu ailə ümumiyyətlə pozğun ailədir. Gəlin ocağa çəkibdir və faktiki mən təcrübələnmirəm. Leylanın özü konkret olaraq, yəni indi bunlar hamıya nəşəfor deyir, piyanistə deyir, narkoman deyir. Ancaq şəxsən mənim yanımda nəşə də çəkib görmüşəm. Bax, elektrondur. Məndə hətta şəkli var. Mən sənə görüşərəm. Bizə gələn materiallarda gördüyüm ki, Alyona cavanlıqda maşallah narkotikdə istifadə edir. Nə bilim, nəşədən çəkib, alyan da çəkib. Ancaq bu adamlar faktiki özləri pozğun ola-ola bu boyda milləti pozğun eləyib, narkomaniya, prostitusiya. Ancaq Mehman Hüseynov neynədir? Mehman Hüseynov birbaşa xalqa gözünü açdı ki, yəni bu ocağın içərisində gələn də bunlara oxşayan bir adam gəlibdir. Mehriban Əliyeva, bax görürsünüzmü? Mənə erməni dediniz, mən sizi ifşa elədim. Mənə böhtanlar attınız, ifşa elədim. İndi isə deyirsiniz ki, qardaşım Emin Hüseynov qadın paltarında səfirliyə girib.
Axı niyə deyiş durmursunuz, ha? Nə məcburdur ki, bu yalanları danışasınız? Bilmirsiniz ki, Mehman sizin ağzınızdan çıxan hər yalanı ifşalayır. Özü də ancaq faktlarla, şərsiz, döktansız. Mən sübut elədim ki, sizin oğlunuz Heydər Əliyev dezertirdir, əskərlikdən qaçıb. Gəliniz narkotik istifadəçisidir, oğrudur, dələduzdur. Sizin xalqa soxuşturduğunuz ailə dəyərləri ilə yaxından, uzaqdan əlaqəsi olmayan bir insandır. İndi isə növbə sizindir. Eminin qadın paltarında səfirliyə girdiyinə dair sübutunuz varsa, çıxarıb qoyun ortaya. Amma alınmaz. Çünki sizdə belə bir fakt yoxdur. Məndə isə sizə və ailənizə aid hələ çox faktlar var. Madam ki, qaşınırsınız, mən də sizin ağzınızı qaşımağa davam edəcəm. Gözləmədə qalın. Alyona 6 gəlir Alyona 6. Burada dəhşətli epizod göstərir. İstəyərdim ki, qısa da olsa axşam efirə qoşum. Nəyi hiss elədin? Nəyi orada olur? Deyə biləsən mi? Mənə dəniz verin, mənə deniz verin, mənə narkotik verin. Yəni narkoman imiş, qəhbəymiş, klientə pulla çıxan imiş. Bir şey İlham Əliyev Elçi bəyə lağ eləyir ki, Badı Saska kalpasa yiyən özünün gəlini orada. Sağ ol, gözəl. Və Orada deniz videosuna baxanda hər kəsdən xahiş edirəm ki, orada uşaq səsi var. O uşaq kimin uşağıdır? Onu deyəsiydi Maya Saga. O uşaq kimin video uşağıdır? Özdə O Alona Əliyeva uşağın yanında qəhbəli eləyirdi. Bizi görün kimləri gətirirlər Azərbaycanın başına. Bizdə bütün videolar var. Mən xımır açıram ki, cavab versin İlham Əliyev. Evet. Bizə şər atmasın, cavab versin və biz artıq orada o uşağı kim idisə pış dedi. Bax o da bu yaxınlarda biləcəksiniz. Orada kim uşağı idi, nə uşağı idi, adı nədir, şəhadətnaməsi, doğum şəhadətnaməsi və belə əxlaqsızlara biz imkan verməyəcəyik ki, hakimiyyətin başına gəlsin. siz həmişə video yayımlayırsınız. Axşam mənə yenə mesaj gəldi. Sabah baxdım ki, artıq müəyyən kasetlər, pıxı kasetlər də mənə atırlar, bilirsən də. Möhtəşəm. Şimdi o pıxı kasetləri atacağım, sənə bir montaj eləyərsən. Necə